Bir de vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi yenidən bir yerdəyim. Bir daha qeyd edeyim. Xəzər Futbol Liqasında dördüncü sezon yarın finalın cavab oyunu. Məhz Ultraslan və Xudafəri komandaları üstə gəlir. Zöhrə və gol. Ötürməsində Zöhrə Bayramov. Və yol tapır, topla torları qovuşturdu. 2-2. Fasilədən qolla qayıdır. Xudafərin tərəfi. İlk hissədə də qol vurmuşdu. Dublu rəsmiləşdirdi Zöhrə Bayramov. Digər tərəfdə isə Elmin Əlizadə dubl edib. Hesabda Xudafərin yenidən öndədir. 10, Xudafərin 9, Ultraslan. Ceyhun Əliyev. Əli rəqibini təqib edir. Malik Zeynalov oynamayla oldular. Elmin, Faiq Abdullayev mənimsiz. Ekranımızı beğenenler, bədəyə göndərən hər birinizə ayrıca minnətdaram. Fasilədən sonra yayım hər zaman bir qədər aşağı inir, bir qədər beğenə zəhmət olmasa. Yayım özünə gəlsin, sonra dayandıraq, sonra bəyənməsəydi olar. Faiq Abdullayev. Zöhrə qarşıladı. Bayramov. Zöhrə. At onlarındır. Elifin hazır değildi bu ötürməyə. Elifin Xəlovun da öndə təzyiq edir, amma bu qaydalar çərçivəsində baş tutmadı. Əlil Əkbərli yerlə ötürmə. Həsən Quliyevi biz meydanda görürük. Raslan heyətində. Ceyhun özünə bir qədər çıxması saldı Əli. Out. Həsən Quliyev Əli ilə oynadı. Məmməd Məmmədov. Ceyhun Əliyev. Ar ötürməsi Elmin Əlizadə. Bir ötürmə Malik. Müdaxiləsi var. Korner. Hesab 2-2'dir. Zamanda 2-2'lik beraberliği var. İkin teşekkür. Minnətdaram. Bir qədər yayımız özünə gəlsin. Var olun beğenenler, minnətdaram. Fərid Həsənov. Zöhrə oynadı. Bayramov. Bu səfər alınmadı. Bu səfər çərçivəyə düşə bilmədi. Ceyhun Əliyev. Cina dəyişiləli ilə oynadı. Əlil Əkbərli. Bir qədər ayaq saxladı, göz gəzdirdi. Yerlə ötürmə Malik Zeynalov. Orada Elminlərdə bir-birlərində başa düşə bilmədilər. Ceyhun geri ötürmə Məmməd Məmmədov. Rəqibi sanki təzyiq etməsini gözləyir. Məmməd bir qədər ayaq saxladı. Meydan əqbədonla səsində kifayət qədər komanda yoldaşı var idi. Ceyhun. Ceyhun Əliyev. Ara ötürməsi Elmin. Natiqdən yayındı. Əlizadə. Elmin Əlizadə. Ettirik edir. Mesabı beraberleştirir. 10-10. Natik. Mehmet. Ceyhun Əliyev. Elmin Əlizadə. Daban ötürməsi. Fərdi araya girdi. Fərdi Həsənov. Elmin Əlizadə. Natik var qarşısında. Əli Hüseynov komandalaşın köməyinə çatır Əli. Elvin Xəlilov. Malik yazandı. Qayda pozulub. Malikə qarşı qayda pozulmuşdu. Əli topun arxasına keçir. Əlil Əkbərli. 2 nəfərdən ibarət canlı sədi var. Ötürmə də ola bilər. Qapıya birbaşa zərbədə. Ötürmə ilə başladılar Ceyhun. Bir qədər müdafiəni boşaltmaq üçündür. Bu Esən! Quliyev. Əsas ayağı bir zərbə izlədik. Qapıdan yan keçir. Natiq Məmmədov. Əli Hüseynov.
Əlim bir qədər komanda yoldaşlarının köməyə gəlməsini gözlədi. Bayramov. Zeon. Sanki tempo artdıqca külək şiddətini artırır. Zeyn Əliyev. Zero baraya girmək istəyirdi. Zeon, Elvin. Sərbəst zərbə. Elvin ayağını çox yüksək qaldırmışdı. Zeyn Əliyev. Faiq Abdullayev. Elvin. Telefon ötürmesi. Şarap. Malik. El Ekberli. Mehmet. Zeyn oynadı. Elmin Əlizadə. Out. Zörab. Zörab rakibin ayaqları arasına atdı, yerdə qaldı. Qayda pozulub. Zərbəsi olacaq görək. Standart vəziyyəti kim yerinə yetirəcək? Zərər çəkən özü mü yoxsa? Elvin Xəylov bu. Elvin. Elvin. Yəqin ki burada çərçivə nişan almış tamam. Uğurla yerinə yetirə bilmədi. Ceon, Natiq Məmmədov. Out. Elmin Əlizadə. Elmin bir alda cəmlə. Əli Hüseynov. Təzik var. Çevirməyə bacardı. Out. Malik Zeynalov. Zörab. Referi para bakacaq. Sıkırma. Referi vara baxdı. Yoxdur deyir. Natiq Məmmədov epizoda baxılırdı, hansı gəlinə dəymişdi, amma ayaqdan gələn əldir. Və referi davam işarəsini verdi. Əlizadə. Əli Ekberli. Əli və gol! Əli. Əli Ekberli. 9'luğa sancır topu. Olmasın, bu olsun dedilər sanki. 4-2. Artıq ümumi hesabda Ultraslan öndədir. İlk oyunda Xudafərin Cəbrayil 8-7'lik qələbə qazanmışdı. Cavab oyununda Xudafərin Cəbrayil 4-2 öndədir. 11-10 oldu. Roni rəqəbli. Əli Ekberli. Zeyn Əliyev. Zeyn ötürmə. Elmin. Görən edəcək Əlizadə. Zörab Bayramov. Zörab aldı cəmlələr. Zörab. Burada bir toxunuş var idi bu. Fəqən Kərimov korneri işarə edir. Elvin Xəlilov. Xəlilov.
Amin Ağayev. Əli araya girdi. Elvin. Həsən Quliyev. Zöral. Əli Hüseynov. Amin Ağayev. İntiqam qarşıladı. Zöral. Zöral bir yerdə qalır. Bu sefer zərər çəkən özü zərbəni yenildirəcək. Zöral topun arxasında. İşarə gəldi. Zöramın zərbəsi canlı sədə keçmədi. Daha bir həmlə. Onda bir refleks var idi orada. Xəlilov. Yəqin ki qapını düşünmüşdü. Güman edirəm, amma uğurlu alınmadı. İntiqam Məmmədov. Əli Hüseynov. Zöra buraxdı Elvin Xəlilov. Zöral. Hesab 4-2'dir. Ultraslan 4-2 hesabı öndədir. Hesabda Ultraslan 11. Xudafənin Cəbrayilov. Həsən. Əlil Əkbərli. İntiqam Məmmədov. İntiqamın ötürməsi Həsən. Həsən. Əli. Elmin taban ötürməsi. Əlil Əkbərli. Əlizadə. Zöra Bayramov. Zöral. Cinada Şirisey keçmədi Məmməd Uzandı. Korner. Elvin Xəlilov. Xəlilov. Natiq. Kapitan zərbə endirəcək. Amin Ağayev. Canlı sədə yara bilmir. Elvin Xəlilov topu meydanda saxladı. Zöra Bayramov. Zöral. O gəldi Natiq. Keçmədi. Əkbərli uzaqlaşdırdı Elvin. Sən vardı qarşısında Elvin Xəlilov. 2 nəfərin arasından topu çıxarmaq istədi. Əli Hüseynov. Zörab. Yayının rəqibdən Bayramov çevirdi. Məmməd. Xəttin üzərində çıxarır. Məmməd Əsərov. Bu arada bir dəqiqəlik taymat taymatı götürən tərəf Ultraslandı. Mən Peşəkar Futbol Liqasının oyunlarını şərh edirdim ötən mövsüm. Mövsüm bilər ki, televiziya kanalında izlədiniz. Səsimi eşitdiniz, belə qeyd edək. Böyük ehtimalla belə olacaq. YouTube səhifəsi Xəzər Futbol Liqasıdır. Məsələ hesap
4-2. Burada bir konflikt var, bir mübahisə var Ultrasan oyuncular arasında. Bir qədər onu nəzər yetirmək istədim, ona görə dayandım. Nəlizadə meydanı tərk edir. Burada Ceyhun Əliyevlə bir mübahisə gərginlik yaşandı onlar arasında. Və sözün əsl mənasında Elmi Nəlizadə stadionu meydançanı tərk etdi. Ən sərrast oyuncu oydu, etiraf etmişdi. Bu Ultrasan üçün çətinlik olacaq. Çətinlik yaradacaq mı? Artıq bu sualın cavabını biz irəliləyən dəqiqələr tapacağıq. Bu epizoda İntiqam Məmmədova qarşı qayda pozulmuşdu. Zərbələr yoxsuz. Standart vəziyyəti izləyəcəyik. Bunu da Tural Vəliyevi biz meydanda görürük. Vəliyev canlı səti yara bilmədi. Məhməd yaxşı olan zaman belə hesab 4-2'dir. Hesab 11-10. Faiq Abdullayev. Vaxt, zaman Ultraslanı finala daşıyır. İntiqam Məmmədov. Zörab Bayramov. Zörab. Görüşün bitməsinə təxmin olaraq az bir vaxt qalıb. İsmail rəqiblərin ötəsindən topu çıxarma bacardı, alınmadı. Out. İntiqam. İlkin Heydərov, Fərdi Həsənov, Natiq Zörab. Zörab Bayramov. Zörab. Məhməd yaxşı reaksiya verdi. Vəliyev. El ötürməli, Ələkbərli. Cina dəyişili, Malik Zeynalov. İlkin Heydərov. Komanda yoldaşları, köhnə komanda yoldaşları üz-üzəydi. Şimal Qressə Çin-Çinə mübarizə apardılar. Bugün onlar birbirlərinə rəqibdilər. İsmail. Malik. Fərdi Həsənovun təzyiqi var. Hədə pozulub. İntiqam. İsmail. Malik Zeynalov. Bu arada faulların sayısı etmirəmsə 5 oldu. Müstəfəm tərəfi daha diqqətli, daha ehtiyatlı olmalıdır.
Artıq 5-5 oldu. Malik Zeynalov sarı bərəqə görür. Son 4 dəqiqə və balların sayında 5-5'lik bərabərlik var. İlkin Eydarov qapı itirib. İlkin Eydarov mərkəzdən də yerdən ona zərbə idi. Qapı itirib. Məmməd də uzandı, çata bilmədi. Elvin. İntiqam Məmmədov. Diaqonala doğru ötürmə imkanı çatdı. İsmail çevirdi. Əli. Daxili var idi. Korner. İntiqam. İsmail. Elvin Xəlilov. İntiqam Məmmədov. Malik Zeynalov. İki ara girdi Eydarov. Fərid. İntiqam. Malik çevirdi Zeynalov. Elvin Xəlilov. Out. İlkin Eydarov. Vaxt tükənir artıq. Bir qol lazımdır Xudafərin Cəbrayla. Ultraslan isə son nöqtəni qoya bilər. Əli. Təqiblərin ötəsini ötürmə verdi. Malik çevirdi. Əli Əkbərli. Faiq Abdullayev. Faiqin ötürməsi Zörab. İntiqam müdaxiləsi var. Out. İki. Eydarov. Məmməd dəf etdi. Təkrar Emre. Notik. Sərf endirə bilmədi Məmməd. O necə seyv edib? Bəlkə onu bax bu seyvi komandanı qələbəyə daşıyacaq. Finala daşıyacaq. Son dəqiqəyə daxil oluruq. Son dəqiqə oynanılır. Əli. Əlinin zərbəsi Məmməd. Korner. Su qapıdan zərbə. Ədalət hepsi qapıdan zərbəni işarə edirdi. Malik. Elvin Xəlilov. Xəlilov keçə bilmədi orada rəqibini. Malik Zörabara girdi. Son həmlələrdir, son cəhdlərdir. Out. Əli Hüseynov. Elvin. Vəliyev. Və bu görüşün son nöqtəsi oldu. Çox maraqlı mübarizəyə şahid olduq. Çox başa-baş qarşılaşma izlədik. Möhtəşəm bir oyun. Ultraslan cavab oyunda 4-2 hesabı qələbə qazanaraq
hesabı 11-10 olaraq tamamlayaraq məhz finala vəsiqə qazanılır. Hər iki tərəf buna layiq idi. Hər iki tərəfi bu gözəl üçün təbrik edir, təqdir edir və uğurlar arzu edirik. Sağ olun, salamat qalın.